İC cəryan axacaq. Cəryan bu düyün nöqtəsində İB cəryanını ayrılacaq. Deməli, burada İB cəryan axacaq və bunun üzərində İB vurulsun, RB, yəni baza müqaməti, baza cəryanı düşəcək. Gələcək kollektor elektrik keçirilmə, bununla müqaməti bizə məlumdur. Yəni, baza elektrik keçirilmə müqaməti nəyə bərabərdir? Kollektor cəryanının təsiri də mümkündür. Təsiri də budur. İndi bir dövrdə iki məhsuldan ibarətdir. Bunu biz həll edə bilməliyik. Bir ifadədə iki məhsul varsa, o tapmaq çətindir. Misal, x üstə gəlsin, y bərabərdir 5-ə. Heç bir əvəzətmə aparmadan biz nə x, nə y tapa bilməliyik. Və bu dövrdə iki məhsulun var. Baza cəryanı və kollektor cəryanı mövzusudur. Bu cəryanları tapmaq üçün nedirəm? Əvəz etməliyim. Necə əvəz edirəm? Kollektor cəryanının yerinə yazıram ki, İK bərabərdir, beta vurulsun İB-yə. İB nədir? Beta nədir burada? Beta sabit verilmə güclənmə misaldır. Çıxış cəryanının giriş cəryanına olan nisbətidir. Bu ifadələrdə İK bərabərdir, beta vurulsun İB-yə. Onu ifadədə yerinə yazdıqda İSS minus, deməli İB, RB minus beta İB vurulsun RB. B'ye yazan 0.7 volt, həmçə 0.7 volta bərabərdir. İB cəryanını burada tapsam, belə bir ifadədir. Görürüz ki, burada beta'nın dəyişməsi ilə baza cəryanın dəyişməsi gətirib çıxarır. Beta'nın çoxalması baza cəryanın azalmasına gətirib çıxarır. Bizə lazımdır ki, transistorun çıxış xarakteristikası işçi nöqtə dəyişməsin. Biz deməli baza cəryanı dəyişirsə, transistorumuzun işçi nöqtəsində Q pointimiz sürüşəcək. Ona görə də bizim transistorun çıxış xarakteristikasında xətti rejimdən non-liner deyirlər, qeyri-xətti rejimə düşəcək. Ola bilər ki, bu doyma sərhədinə, ya kəsmə sərhədinə, ya da hər ikisi sərhəddə düşürlər. Ona görə də bu üsul bizə əlverişli deyil. Beta'nın dəyişməsi, beta temperaturdan asılı olaraq dəyişir. Beta dəyişən İB cəryanına asılı olacaq və o da dəyişir. Bu da bizim üçün əlverişli deyil. Sonra fərqli sistem kombinasiyası, sistem variantını istifadə edək. Bu cür sistemə fikir verirsiniz, əvvəlcədən nə ilə fərqlər? Bayaqları biz bahsetmişdik kollektor elektroduna, indi bilavasitə hələ birləşdirmişik qida mənbəsi. Necə çıxış giriş dövrəsi tənliyi yazar? VSS minus İB RB minus VBG bərabərdir 0. Çıxış dövrəsi kimi yazar? VSS minus İS RC minus BSG İndi burada ne edirəm? Burada İB cəryanı təyin edirəm. İB cəryanı təyin edirəm, ədədi qiyməti necə? Daha sonra çıxış dövrəsi üçün tənliyi yazanda burada mənə lazım olan parametr nədir? BSG parametri. Yazıram ki, BSS minus ISRC bərabərdir BSG. İndi İB'nin IS'ni İB ilə əvəz edirəm. VSG bərabərdir nəyə? VSS minus beta İB Görürsünüz, nə olur? Beta parametrinin burada yüksəlməsi kollektor emitter keçidindən düşən gərginliyin içilməsinə gətirir çıxaracaq. Bu da burada çıxış xarakteristikası üzərində SY nöqtəsində sürüşmə yaradacaq. Bu halda da yəni betadan asılılıq olur. Yəni bizim yığdığımız sxem, gücləndirici sxemimiz qərarlılıq baxımından stabil deyil. Yəni bizim işçi nöqtəmiz betadan asılı olaraq dəyişməkdədir. Bu klassik iki variantdır. Sonra bunu götürürlər, nədən istifadə edirlər? Baza bölücülü dövrələrdən istifadə edirlər. Baza bölücülü dövrələrdən istifadə edərək biz nə edirik? Betadan asılılığı azaldırır. Beta parametrindən istifadə çox etmirik. Görürsünüz ki, burada həm girişdə betadan asılı olaraq dəyişim olur. Beta dəyişirsə, İB dəyişir, eyni zamanda. Həm də kollektor emitter keçidindən düşən
değer. Ona göre de ne edirik? Sxemimizi bir qədər dəyişdiririk. Gətiririk. Tranzistorumuzun bazasına gərginlik bölgüsü qoşulur. Gərginlik bölgüsünün köməyi ilə tranzistorumuzun bazasına düşən potensialı müəyyən edilir. Yəni, sonra növbəti mərhələdə biz onu əvəz edəcəyik ekvivalent sxemi ilə. Görürsünüz ki, bu dəfə bazı elektronuna nə qoşdu? L1 və L2 müqavimətləri qoşdu. L1 L2 müqavimətlərin köməyi ilə bilirəm, tranzistorun bazası üçün potensialı müəyyən edilir. L1 L2 necə qoşulub bir-birinə dövrədə? Bir-birinə artıq qoşulur. Deməli, L2 tərəfə düşən gərginlik güclüsünü tapsam, tranzistorun elə bazasına düşən potensial tapar. VB gərginlik. İndi bu dövrəni Tevenin qanunu eşitmişsiniz. Dövrələr nəzəriyyəsində Tevenin qanunu var. Deməli, biz burada nə edirik? VB nöqtəsinə düşən gərginlik, yəni V2 nöqtəsinə düşən gərginliyi biz Tevenin gərginliyi ilə əvəz edirik. Və L1, L2 müqaviməti də ona bərabər olan, ekvivalenti olan LTV müqavimətinə əvəz edilir. TV müqaviməti bu nöqtədə yükə paralel birləşdiyinə görə yazılır RTH bərabərdir L1-in L2-yə paraleldir. Bu bir gərginlik bölünsüdür. Ardıl qoşulsa da bu gərginlik dövrə hissəsinə paralel olduğuna görə L1-in L2-yə paralelliyi şərtini götürülür. VTH-yə bərabərdir. VTH bərabərdir. L2 bölünsün L1 plus L2 bulunsun ve VSS. Artık ne oldu? Biz dövremizi böldük. Artık VB nöqtəsinə düşən gərginlik, yəni V2 nöqtəsinə düşən gərginliyi biz TV'nin gərginliyi ilə əvəz edirik. Və L1, L2 müqaviməti də ona bərabər olan, ekvivalenti olan LTV müqavimətinə əvəz edirik. TV müqaviməti bu nöqtədə yükə paralel birləşdiyinə görə yazılır RTH bərabərdir L1-in L2-yə paraleldir. Bu bir gərginlik bölünsüdür. Ardıl qoşulsa da bu gərginlik dövrə hissəsinə paralel olduğuna görə L1-in L2-yə paralelliyi şərtini götürülür. VTH-yə bərabərdir. VTH bərabərdir. L2 bölünsün L1 plus L2 bulunsun ve VSS. Artık ne oldu? Biz dövremizi böldük. Artık buradaki kollektor cəryanın asıllığımız getdi. Düzdürmü? Artık kollektor cəryanı asıl değil. Buna əvvəlki sxemdə İK dəyişirsə, İB də dəyişir. Bunu əldə edir. Onda burada giriş dövrəsi hal tənliyi yazarkən burada maddədə əvəz edirəm. Bir dənə TV'nin mənbəsi götürürəm, VTH, bunu artıq tapmışam. Bir dənə RTH götürürəm. Bunu gelir tranzistorun bazasına. Tranzistorun bazasında bir kollektorumuzda müqavimət var, bir də sıfıra birləşir. Yani, adətən bu cür əgər biz cüzlərimizi sxemi yığıb hesabatına aparsaq, elitləri sıfıra qoşmursak. Orada termostabilizasiyanı yaratmaq üçün ona bir müqavimət, ona da paralel bir kondensator qoşulur ki, termostabilizasını təmin edə. Amma burada hesabatı bunu nəzərə almamışdır. Yazar ki, giriş dövrəsinin VTH minus nə bərabərdir? İB RTH minus VB'li bərabər nəyə? Burada artıq birinci halda nə oldu? Kollekt beta parametrdən artıq işləmir. Buradakı məhsulların bu bizə məlumdur, bu bizə məlumdur, bu bizə məlumdur. Düzdür? Bir dənə məhsullar nədir? İB'li. Görürsünüz ki, burada artıq İB'li təyin edən zaman görürsünüz ki, burada İB'li təyin edən zaman biz nədən istifadə etmədik? Betadan istifadə etmədik. Deməli, bizim buradakı
baza cəryanımız artıq beta parametrin asılığı azaldı. Beta dəyişsə də İB-nin təsirini burada biz müşahidə edə bilməyəcəyik. Çıxış dövrəsi üstündə yazar. Deməli, VSS minus burada gəldiyimiz bu ifadədə də IC bərabərdir VSS minus VSY bölgündə kollektor cəryanı yerinə betanı tapmış, bu yaxlar İ bazanı tapmışdır. Bazanın qiymətini nəzərə alıb, beta vursun İB yazılır. Sonra buradan VSY gərginliyi tapa bilərik ki, VSY gərginliyi nə qədər. Bunları tapdığımız təqdirdə Raisler'ın çıxış karakteristikası. Raisler'ın ümumi efektivli koşulma sistemi çıxış karakteristikası nəyə bərabərdir? Kollektor yazaq buna VSS, yəni kollektor efektiv gərginlik qiymətini də göstərəcək burada. VSY yazaq. Bu da IC. Bəzidəki İB-nin mikroamper qiymətində, bu da milliamperdir. Belə bir qiymətlərdə xarakteristikanı var. Bu xarakteristikada 3 oblast var. Xüsusilə aktiv oblast, kəskin oblastdır, doyma oblastdır. Bunlar hamısı nədir? Transitin işçi rejimlərinin. Bu oblast doyma oblastıdır. Bu isə kəskin oblastdır. İndi doyma və kəskin oblastların üstüz xarakteristikası üzərində görə bilərik. Harada yazıq bunu? IC minus VSS minus ICS minus VSY bərabərdir 0'a. Bu nöqtədə siz görürsünüz ki VSY nəyə bərabərdir? Yazaq birinci doyma rejimində VSY bərabərdir 0 şərti daxilində IC maksimum bərabərdir VSS minus LSY. Görürsünüz, artıq transistorda doyma sərhəddir. Siz gücləndirici sistem layihələndirən zaman VSY maksimum qiymətə keçsəz, sizin verdiyiniz dəyişən cəyilən siqnalı, deməli, doyma sərhəddən distorsiya olacaq. Siqnal kəsiləcək, o sərhədə düşər hissəsi. Artıq hissəsi kəsiləcək. Ona görə də mütləq transistorda gücləndirici yığılan zaman birinci onun sabit cəyilən analizi aparıb dəyişən deməli, xarakteristika üzərində oblastları müşahidə eləməli. Kəskin oblastımızın qiyməti nədir? Doyma oblastımızın qiyməti. İkinci kəskin oblastında cut-off deyiləcək. Deməli, burada yazaq IC maksimum. Bu oblastda nə görürük? IC bərabər 0'a. Yəni, bu xətt üzərində faktiki olaraq kollektor cəryanı 0'a bərabər. Şimdi bu 0'a bərabərsə, bu ifadədən 0'ı yerinə qoysa, hanı ifadəmiz? Bu ifadəmiz. Deməli, bunda nə olacaq? VSS bərabər olacaq VSY-yə. Bu nöqtədə götürək VSY. İki nöqtəni birləşdirirlər. Deməli, verilmiş gücləndiricinin mən çıxış xarakteristikasını bulurum və çalışmalıyam ki, mənim gücləndiricim verdiyim iki sərhəd daxilində işləsin. O halda işləyərsə, xətti gücləndirici hesab ediləcək, transistorlu gücləndirici. O xətlərdən hər hansı birində və hər ikisini olarsa, distorsiya deyilər, belə bir hadisə, qırılma hadisəsi baş verir və gücləndirici deməli nədir? Qeyri-xətti rejimdir. Bunlar gücləndirici uzvların sabit cəryan analizi. Bununla bitmir transistorlu analizi. Sabit cəryan analizinin dəyişən cəryan analizi aparılır ki, artıq orada biz konkret olaraq bilirik ki, giriş siqnalın neçə volt yüklənəcək, nə qədər yüklənəcək. Bunun üçün də hibrid pi modellərdən istifadə edirlər. Dəyişən cəryan gücləndiricisi pi